Hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Bugün təbii ki, qızıldan danışarıq ilk öncə. Dünənki siqnallara baxanda uşaqlar, dünən bizdə iki sel aktivləşdi və hər ikisi gəlirlə nəticələndi və bir bay açıldı və o da gəlirlə nəticələndi. Demək, biz bayları aşağıdan da baylar açmışdıq, amma dünənki bay 22-dəki hələ ki qalır və bu gün erkən baylar 4830-dan bir də bay vermişik. Yəni bu qısa bir zaman ərzində 60-a qədər qalxmasını gözlənilir. Yəni bu gəlir olan kimi sizə ortalamaq lazımdır. Satış əməliyyatları siqnal kanalında artıq paylaşmışıq. Satış əməliyyatları hansı nöqtələrdən gələcək və hazırki bugün qiymətin yuxarı qalxma ehtimalı böyükdür, amma alternativ ssenaridə sell əməliyyatları üçün mütləq biz gözləməliyik ki, 4805-lər formalaşsın ki, satış əməliyyatlarına girək. Gümüşdə də biz artıq alış əməliyyatlarını icra etmişik. Bu, təbii ki, hazırki vəziyyətdə deyək ki, riskli baylarda, amma deyək ki, daha dəqiq baylar isə 80.800-lərdən gələcək. Bu da 81-82-lərə qədər qalxacaq. Satış əməliyyatları 79.900-lərdən gələcək. Bitcoinə gəldidə isə Bitcoində də alış əməliyyatlarını icra etmişik və yuxarı doğru istiqamətini gözləyirik. Deyək, yuxarı doğru istiqamətində hərəkət edəcək. Satış əməliyyatları haqqında məlumatı paylaşmaq istəyirəm. Alışlar konkret olaraq 75-500-lərdən, satışlar isə yalnız 74-lərdən icra edə bilərsiniz. Ethereum gəldidə isə alışlar, konkret alışlar 2380-lardan, satışlar isə 2338-lərdəndir. Biz təbii ki, erkən alışlara, riskli alışlara girmişik. Euro dollara gəldidə isə dünən bu haqda danışmışdıq uşaqlar. Yəni hədəf olaraq demək 1.18-18'lər idi. O hədəfi yəni uğurla nəticələndi. Hətta 18-200-lərə qədər yüksəldi. Bu Fibonacci əsasında oldu. Satışlar bugün olacaqmı, yoxsa olmayacaqmı sualına gəldidə isə satışlar 1.17-900-lərdən aşağı formalaşsa satışlara girə bilərsiniz. Amma alışlar bugün yenidən 1.18-200-lərdən gələcək. Funtun onlara rəqabətinə gəldidə isə funtun onlara rəqabətdə hədəf olaraq 1.36 idi. Amma səhər saatlarında 35-950-lərə qədər qalxdı. Bugün alışlar, yeni alışlarımız demək 1.35-900-lərdən gələcək. Satışlar yalnız 1.35-350-lərdən aşağı formalaşsa biz bazarlıqda alqı-satqılara həyata keçirə bilərik. Keçək biz əsas məsələlərə. Neft, qızıl, gümüş, burada Ethereum. Əsasən də biz baxaq, burada S&P Nasdaq Dow Jones-a baxaq. Dünən bu haqda söhbət açdıq. Yəni qiymət getdikcə, artdıqca artır və yeni istiqamət yuxarıdır. S&P-də də yuxarıdır. Demək, biz bu haqda danışmışdıq keçən həftələrdə. DAX biraz ləngir. O da qısa zaman ərzində 5600-lərə qədər qalxacaq. Dow Jones da artıq demək olar ki 49.000-ə çatır. Bundan yuxarı formalaşandan sonra rahat bir şəkildə qiymət 50.500-lərə qədər yüksələcək. Sonra keçək digər cütlüklərə. Bizdə nefti axtarıram. Nefti baxım tapa bilərəm neftdən. Yəni nefti buradan tapaq. Demək, neftə biz kimi yenə Hörmüz boğazı, Yəmən də bağlamaq istəyir. Deməli, boğazı bağlasa, təbii ki, nefti onlar deməli istəyirlər ki 150, 200, hətta 250-yə qədər qaldırsınlar. Bilmirlər, nə etsinlər. Amerikada buna imkan vermir. Bir balaca boşluq buraxsa, uşaqlar, neft qısa zaman ərzində 150 dolları keçəcək. Deməli, 96-95-lərdən alışlardır. Bu, təbii ki, Brent oil future spotlardan söhbət gedir. Satışlar isə 95-60-lardandır. Biz siqnal kanalında dərc eləmişik uşaqlar. Bir də nəzər çatdırın bizi izləyənlər. Siqnal kanalında 2 günlük demək siqnal kanalında üzv olanlar pulsuz, yəni mümkün qədər biz sizi çıxarsaq siqnal kanalından. Yəni biz sizi çıxarsaq bir də geri dönüş olmayacaq uşaqlar.
Yəni mümkün qədər siz özünüz çıxın ki, yenidən gələcəkdə ora daxil ola bilərsiniz. Yəni mən bir-bir adları açıqlamaq istəmirəm. Amma mümkünsə kim deməli 2 günlük giribsə, artıq vaxtı bitib çıxsın. Biz çıxarsaq yenidən geri ala bilmərik uşaqlar. Bunu bilin. Belə, deməli hal-hazırdakı vəziyyətdə demək əsas paylar biz 4837-lərdən 38-lərdən demişik, amma bu erkən alışlardır. Erkən alışlar yəni çox qısa zamanda öz effektini verir. Yəni necə effektini verir? Deməli bu burada olanda yəni 10 dollarla bir rahat bir qalxışla nəticələnə bilər. Belə, inşallah görüşmək ümidi ilə. Dünən yəqin ki, biz alış və satış əməliyyatlarının roliklərini paylaşmadıq. Bugün inşallah vaxt olsa paylaşarıq. Sağ olun, özünüzə yaxşı baxın.